faydalı bir mövzuda söhbətimiz başlayacaq. Diqqətiniz bizdə olsun. Artıq həkimimiz studiyamızdadır. Ekrana yaxın əyləşin, çünki daha bir sevimli həkimimiz, çox sevdiyimiz həkimimiz artıq bizimlə bərabərdir. Tibb elmləri doktoru, tərəqqi medallı Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlaət Qəhrəmanova bizlə bərabərdir. Xoş gəlmişsiniz doktor. Çox sağ olun, təşəkkür eləyirəm. Gününüz uğurlu, xeyirli olsun, gününüz aydın olsun. Amin, çox sağ olun. Elə verilişimizin adına uyğun və bugün də əli boş gəlməyib Məlahət xanım. Yenə xoş xəbərlərlə, səfər anonsları ilə qarşınızdadır və yenə də sizə faydalı olmaq üçün buradadır. Artıq sual yazan izləyicilərimiz var. Sualınızı unutmayın. İndi o sualları doktorumuza səsləndirəcəm. İstər Onur bəyin yazdığı saç tökülməsi ilə bağlı sual olsun, istər valideynlərin narahat olduğu parazitar xəstəliklər olsun, istər mədə-bağırsaq problemləri olsun, istərsə də dünyanın bir çox ölkəsini gəzib, gəlib Azərbaycanda Nərgiz Tibb Mərkəzində dəri probleminə çarə tapan insanların görüntüləri olsun. Onların hamısını görəcəksiniz. Birazdan öncə mən nömrələri xatırladım. 051 388 70 70 012 541 70 70 və Nərgiz Klinikasının həkim kollektivi. Yanvarın 17-sində Gəncə şəhəri, 24-də isə Quba şəhəri, 31-də isə Lənkəran şəhərində yerləşən Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət Qəhrəmanova öd qaraciyər, mədə-bağırsaq, parazitar, dəri və saç xəstələrinin müayinə və müalicəsini keçirəcək. Yazılmaq üçün ekranda gördüyünüz nömrələrlə əlaqə saxlaya bilərsiniz. Öncədən yazılmaq vacibdir. Çünki qəbullar bir gün ərzində baş verəcək. Həm Lənkəranda, həm Gəncədə, həm də Qubada. Ona görə mütləq yararlanın. Bilirəm ki, Məlahət xanımın qəbuluna gəlmək, onun məsləhətlərindən faydalanmaq istəyən insanların sayı çox olur. Xüsusən də bilirik ki, Məlahət Qəhrəmanova artıq 20 ildir ki, bu sahədədir və Nərgiz Tibb Mərkəzi məhz təbii müalicələri ilə tanınır, ölkədə seçilir. Ona görə ki, məhz Məlahət xanımın başçılığı ilə böyük bir kollektiv orada fəaliyyət göstərir. Yeri gəlmişkən bütün kollektivi də buradan salamlayırım. Çox sağ olun, təşəkkür eləyirəm. Təbii ki, parazitar xəstəliklər həmişə olduğu kimi gündəmdədir. Çünki günbəgün hər dəfə biz görürük ki, daha yeniliklər əldə edə bilirik. Çünki insan işlədikcə işinin ustası olur. İnsan işlədikcə praktik olaraq daha çox şey görür və bu baxımdan da mən öz divizimi dəyişmirəm və həmişə eyni pozisiyada qalırıq ona görə ki, elə xəstəliklər var ki, həqiqətən də dediyiniz kimi bir çox xəstəliklərin təməlini qoyur. Və elə xəstəliklər var ki, onlarla yanaşı gedişli olduqda o mədə-bağırsaq xəstəliyi olsun, istər öd-qaraciyər xəstəliyi olsun, istər dəri xəstəliklərində, üz səpkilərində, kosmetik, yəni bu müayinələrdə və müalicələrdə də birbaşa parazitar xəstəliklərin böyük rolu var. Parazitar xəstəliklər
çox deyərdim ki, bugün çox aktualdır. Bəli. Və insanlar əvvəl o qədər önəmsəmədiyi bu xəstəlik haqqında mən illərdir bunun üzərindəyəm. Yəni, mən həmişə istərdim ki, mən parazitdən danışanda, parazitar konferansımızdan da, parazitologiya konferansından da qızlar görüntüləri Bəli, görüntülərimizi verək. Çünki orada bizim çox gözəl, möhtəşəm alimlərimiz oldu və o parazitologiya konferansını mən ona görə ilk dəfə Azərbaycanda keçirdim ki, bu beynəlxalq konferansda bizim ölkənin də bir çox alimləri iştirak etdi, başqa ölkələrdən də gəldilər və bugün onu göstərdi ki, həqiqətən də parazitar xəstəliklər çox yayğındır. Və parazitar xəstəliklər dedikdə ilkin əlamətlər olaraq insanlar ən çox nə ilə üzləşirlər? Nələrdir? Bugün, məsələn, insanlarda çox vaxt köpüm var, gəyirmən var, ürək bulanman var, çəki ala bilmirəm, çəki ata bilmirəm. Çəki atmağı da siz elə fikirləşməyin ki, parazitlərin rolu azdır. Məsələn, askaridozu olan xəstələrdə, askaritli xəstələrdə mütləq yeməyə aşırı meyillilik olur. Məsələn, ləmblozu olan xəstələrdə isə görürsünüz ki, ishalın qəbizliklə əvəzləşməsi, tez-tez qəbizliyin olması ya ishalın olması bir-birini əvəzləşdirir. Bunları mən niyə görə deyirəm? Bütün növ qurdların diqqətlə yetirsək, simptomları eyni ola bilər, amma müəyyən, məsələn, görürsünüz ki, əlamətlər olur ki, bu əlamətlər fərqlənə bilir. Fərqləndirə bilir bəzi qurd növlərini ki, biz onda bilirik ki, məsələn, şistosomlar ən çox sistit olan xəstələrdə, sidik kisəsinin iltihabı olan xəstələrdə, enterobiozlar kiçik yaşlı qızlarda, məsələn, ki, vaginiya daxil olaraq infeksiyon xəstəliklərinin yaranmasında birbaşa rolu var. Baxın, ləmbuliyada bunu biz görməyə bilərik. Bəli. Amma şistosomlarda bu bizim ölkəmizdə az yayğın olan bir qurd növüdür. Amma son illərdə rast gəlinir. Bu da miqrasiya ilə əlaqədardır ki, xəstələr, yəni ölkədən bu ölkəyə gedən, o ölkədən gələn, bugün məsələn ən çox o qurd növü Hindistan, Pakistanda daha çox yayğındır. Bugün də ölkəmizdə yetərlicə turist var. Yəni bu turistlər ümumi, yəni elə yerlər var, ictimai yerlərdə olan zaman bu yayğın ola bilər. Yəni askaritlər, məsələn rayon əhalisində torpaqla işləyən, torpaqla məşğul olan insanlarda daha çox yayğındır. Ləmbuliya şəhər əhalisi kənd sularından istifadə. Mən qısa-qısa bunları niyə vurğulayıram? Yəni insanlar daha çox, məsələn, yüklənirlər ki, bizdə niyə olsun ki? Amma bugün elə yayğındır ki, bu xəstəliklər. Yəni bədəndə qurdun olmağı təkcə gecə ağızdan suyun gəlib dişləri qıcamaq deyil. Bax, bu əlamətlərində olduğunu. Simptomsuz da ola bilər. Bəli, bəli. Elə ola bilər ki, qurdu olsun, heç onun, məsələn, əlamətini hiss eləməsin xəstə. O zaman yüksək allergik həssaslıq olsa, hər hansı bir yüksək bir qida qəbulundan sonra zəhərlənmə deyirlər, toksik təsiri olsa, parazitin toksik təsiri olduqda onu xəstələr daha çox hiss eləyə bilər. Amma klinikamızda bir çox müayinələr mövcuddur ki, parazitlərin bütün müayinə növləri Nərgiz klinikasında mövcuddur. Ona görə ki, parazitar xəstəliklər bugün ölkəmizdə yayğın olduğu üçün mən neçə illərdir bunun üzərində işləmişəm. Dəfələrlə bunun haqqında hər demək olar ki, həftə bu haqda çıxışlarım olub. Amma qeyd etməliyəm ki, bəzən buna dırnaq arası baxırdılar ki, indi amma bütün həkimlərin birbaşa vəzifə borcudur parazitlərlə mübarizə. Bütün həkimlər yox, tibb işçilərinin birbaşa borcudur. Mən buna əmrləri həmişə vurğulayıram. 178 və 217, 288-ci bənddə bunlarda həmişə göstərilir və deyilir ki, birbaşa tibb işçilərinin vəzifə borcudur. Və bu vəzifə borcu olduğu üçün hər kəs bundan maraqlanmalıdır və hər kəs bununla mübarizə aparmalıdır. Profilaktika önəmlidir. Qurdun əsas əlamətləri bayaq çox gözəl vurğuladınız ki, tək ağızdan su gəlmə deyil. Dişləri qıcama.
ağızdan su gəlmə, diş qıcama, Ən çox indi çöp bildiyimiz. olma, gəyirmə olma, uşaqlarda, kiçik yaşlı uşaqlarda, məsələn, valideynlər gəlir ki, bunda gəyirmə yox idi, amma indi hal-hazırda başlayıb. Uşaqlarda zəiflik olur, ümumi, iştahsızlıq olur, cılız olurlar, boydan, inkişafdan geri qalırlar, zehni zəiflikləri yaranır, yaddaşsızlıq yarana bilir. Hətta haş-nana qurtlarında, belə uşaqlarda su durğalarının olması, epileptik tutmaların aktivləşməsinə gətirib çıxarır. Haş-nana qurtları olan insanlarda tam fərqlidir. Onlarda o qurt o qədər özü-özünü yaradan qurtdur ki, yəni onu müalicə aparmaq çox çətin. Mən deyim sizə ki, biz bunu özümüzü tərif üçün demirəm, amma həqiqət fakt olanı deyirəm. Biz Nərgiz klinikasında cırtdan qurtlar deyirlər, haş-nana qurtlarını dəfələrlə aşkarlamışıq. Haş-nana qurtları sırf nəcisdə aşkarlamışıq. Amma hələ bu günə kimi heç bir klinikada o qurdun müəyyən və təyinini görmədim. Amma əslində uşaqlar arasında çox yaygın olan qurt növüdür. Haş-nana qurtlarının yəni nevroloji xəstəliyi olan, nevroloji problemi olan uşaqların əksəriyyətində mən çox istərdim ki, bizə göndərirlər. Məsələn, nevropatoloqlar ən çox trixanellaya göndərirlər. Trixanella qurdu özü də birbaşa ali sinir sistemini pozur. Uşaqlarda çox həddindən artıq aşırı əsəblilik yaradır. Uşaqlarda həddindən çox görürsünüz ki, aqressivliyi olur. Bundan başqa uşaqlarda huşun getməsi, yaddaşın zəifləməsi, biganəlik, özünə qapanma, bu kimi hallar bu qurtların olan uşaqlarda daha çox görünür. Doktor, yorğunluq da müşahidə olunurmu? Çünki hal-hazırda valideynlər o sualları bizə ünvanlayırlar ki, yorğundular, bu qurtdan ola bilərmi? Bəli, görsən dərsə gedəndə, yuxudan duranda belə uşaqlar iştahsız olurlar, yemirlər. Məsələn, elə uşaqlar var, öyümə olur. Ürək bulanma olur. Bəli, ürək bulanma olur. Həddindən artıq, məsələn, belə uşaqlarda əsəb gərginlik olur, tez-tez yatmağa meyilli olurlar. Çünki bunların hamısı qurdun verdiyi toksik təsirdəndir. Bir də bədənimizdə olan vitamin və mineral balansını da pozur axı bu parazit xəstəlikləri. Təbii ki, immun sistemi zəiflədir, vitamin balansını pozur. Həddindən artıq uşaqlarda aşırı sinir sistemini pozduğu üçün gərginlik yaranır və bu kimi əlamətlərdən başqa, məsələn, böyüklərdə ən çox mədə-bağırsaq sistemi, öd-qaraciyər sistemində problemləri büruzə verə bilir. Yeniyetmələrdə üzlərində olan aknelər, nəinki yeniyetmələrdən 30 yaşında, 40 yaşında xanımlarda belə, bəylərdə belə bunu görmək mümkündür. Elə qurt növləri var ki, məsələn, orqanizmdə toksik təsiri artdıqda övrələrin güclü allergik həssaslığın artması müşahidə olunur, dərin yaralarının, səpkilərin aktivləşməsinə gətirib çıxarır və bu baxımdan da parazitin görün nə qədər fəsadlarını saydıq. Ona görə parazitin fəsadları çoxdur və həddindən artıq da üz, dəridə olan problemlərin, məsələn, akneləri olanda xəstələr gedirlər həkimə, kosmetoloqlara, yerli olaraq iynələrdən istifadə edirlər. Dərisində səpki, qızartı olan, irinli iltihabı olan insanlara mezaları vurmaq, həddindən artıq o meyillidirlər sıxmağa, çiska deyirlər də təmizlənməyə, bunlar qətiyyən olmaz. İlk öncə uşaqlarda, istər böyüklərdə, daxili orqanlarda gedən patologiyalar nəzərə alınmalıdır. Qaraciyərin yüklənməsi, ödün yüklənməsi, xəstələr gəlir, çəkməyəcəm, ağır adını çəkmirəm, ağır antibiotiklər var ki, o antibiotikləri aylarla istifadə edirlər. O antibiotiklər, baxın, qaraciyəri nə qədər yüklüyür, qaraciyərə nə qədər zərər verir. Amma o paraziti öldürmür. Parazitə heç bir mənfi təsiri yoxdur. Yenə də dəri bir aydan sonra müvəqqəti sakitləşir. Həmin aknelər, həmin səpkilər bir aydan sonra daha gərgin olaraq aktivləşə bilir. O ağır dərmanları keçirlər, dodaqda quruma olur, qaraciyər həddindən artıq yüklənir. Belə xəstələrdə əslində bu cür ağır preparatları içmələri düzgün deyil. Daha da immun sistemi zəiflədir. Qaraciyər daha da yüklənir. Qaraciyər yüklənir. O
müvəqqəti aktivlik sönə bilir və təkrar yenidən yaranır. Doktor, bir də hamilə xanımlar bizi çox izləyirlər hal-hazırda. Baxıram, həm qaynar xəttimizə, həm Instagram səhifəmizə suallar gəlir. Hamiləlik müddətində parazitlər nə dərəcədə təhlükəlidir? Baxın, hamiləlik müddətində həqiqətən də çox gözəl mövzuya toxunur. O, hər kim üçün ona təşəkkür edirəm. Çoxdular, doktor, izləyicilərimiz sağ olsunlar. O sualları üçün çox təşəkkür edirəm. Həqiqətən də düşündürən, bugün aktual bir mövzudur. İlk öncə mən tövsiyə edərdim ki, hamiləlikdən öncə bütün o virusları, analizləri verdikləri kimi parazitləri də versinlər. Parazitlər orqanizmdə vitamin balansını zəiflədir. Həddindən artıq gərginlik yaradır. Uşağın qidalanmasına təsir eləyir. Toksik təsirdən xəstə tez-tez öyümə, qusma halları arta bilir. O, döl vasitəsilə uşağa da keçir. Və ləmbulə ilə, parazitlə doğulan uşaqlar o qədərdir ki, ola bilər. Yəni, ana bətnində artıq yoluxa verir. Bəli, ana bətnində belə yoluxa bilərlər. Ona görə də bu yoluxmanın qarşısını almaq üçün ilk öncə valideyn hamiləlikdən qabaq infeksiyaları verirlər. Baxın, biraz məntiqlə düşünəndə infeksiyanı verə bilərik, virusu verə bilərik, bakteriyanı veririk, gerpesdir, nə bilim, toksoplazmadır, hamısı. Bunlar hamısı nədir? İnfeksiyalardır, viruslardır. Yox, məsələn, hepatitləri ver, bunu ver. Amma paraziti heç düşünmürlər. Əslində, bütün hamilə qadınlara ilk öncə həmin o analizlərlə yanaşı paraziti vermək tövsiyə olunur. Hələ yaxşı olar ki, hamiləlik olmadan, baş vermədən, hamiləlik planlayanda, hamilə olan zaman onlara qurd dərmanı vermək qəti qadağandır. Olmaz. Tonusun artmasına gətirib çıxarır, toksik təsir artdıqda uşaqlarda zəhərlənmə, hətta düşük olmasına belə gətirib çıxara bilər. Ona görə təbii ki, hamiləlikdən qabaq ana olmağa hazırlaşan, yeni evlənən hər bir xanım diqqətini, nəzarətində olmalıdır ki, ginekoloqa gedib o infeksiyaları yoxlayanda mütləq parazitləri də yoxlasınlar. Bəzən çəkinirlər. Hətta görürsən ki, bizə olub belə yazanlar, təbii ki, buradan ad çəkməyəcəm və qeyd eləyirlər ki, yeni ailə qurmuşuq, parazitlərimiz var və evdə deməkdən çəkinirik. Bəzən bu parazitlər elə sonsuzluğa da gətirib çıxarır ki, onlar hamilə qala bilmirlər uzun müddət ərzində. Bəzən səbəbsiz uzun müddət müalicələr alırlar. İmmun sistemi bərpa etməyə çalışırlar, vitaminlərini gücləndirirlər. Amma parazit varsa, onlar mənasız olur. Çünki vitaminlər əgər normal orqanizmdə yoxdursa, immun sistemi normal deyilsə, hamiləlik gecikə bilər. Sonsuzluq, səbəbsiz sonsuzluqlar o qədər çoxdur ki, məsələn, ginekoloqlardan göndərənlər var. Klinikamızda çox tövsiyə olunur ki, bugün artıq Nərgiz klinikasında parazitoloji mərkəz olduğu üçün hər kəs ora yönəldir və hər kəs bölüşə bilər. 051 388 70 70 012 541 70 70 Dəyərli Məlahət Qəhrəmanova ilə tərəqqi medallı tibb elmləri doktoru ilə söhbətimiz davam edəcək, amma ATV xəbərin 14:00 buraxılışından sonra diqqətiniz bizdə olsun. Görünür, itəndə isə həyatın mərkəzinə çevrilir. Gəlin elə sağlamlığımızı hər zaman həyatın mərkəzi hesab edib bu yolda bərabər addımlayaq. Bunun üçün Sağlam Gün Ay canlı verilişlə qarşınızdadır. Və yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Aydın gün, enerjili bir bu günün bundan sonraki hissəsinin də daha sağlıqlı keçməsini diləyirəm. Və hal-hazırda, bəli, dəyərli qonağımız var. Səsini eşitdiniz, çox sevdiyiniz və bizim də dəyər verdiyimiz tibb elmləri doktoru, tərəqqi medallı Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlahət Qəhrəmanova bizlə bərabərdir. Xoş gördük, doktor. Sağ olun. Dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün minnətdaram. Bir də ona görə minnətdaram ki, bax bu müddət ərzində yorulmadan bizim izləyicilərimizin TikTok'dan bizə sual ünvanlayan yüzlərlə insanın suallarını cavablamış oldu Məlahət xanım. Və qeyd etməliyəm ki, Məlahət xanım Nərgiz Tibb Mərkəzində məhz parazitologiya şöbəsinin açılışı barəsində bayaq da danışdı. İstəyərəm o görüntüləri yenə görək və bugünkü mövzumuz da məsələ bununla bağlıdır. Parazitar xəstəliklərdən danışırıq. Parazitar xəstəliklərinin növləri barəsində danışdıq. Hamiləlikdə özünü necə göstərməyindən danışdıq. Necə təhlükəli olmasını doktorumuz vurğuladı. Çox gözəl bir məqama toxundunuz. Həqiqətən də hamiləlik devrində paraziti olan xəstələr çox əziyyət çəkir və çox narahatçılıqlar olur. Ona görə mən çalışıram ki, hər kəsə faydalı olsun deyinə, hər dəfə yeni məlumatlar verməyə çalışıram və təbii ki,
parazitlərin növündən asılı olaraq, məsələn, çox adamın tanımadığı, çox az eşitdiyiniz angilostomadan da danışmaq istəyirəm. Angilostomo da soxulcana bənzər eyni qrup olan parazitdir. O ən çox qida borusunda məskunlaşır. Qida borusunda bəzən xəstələrdə gedirlər endoskopiya eləyirlər, gedirlər rentgen eləyirlər, uzun müddət müayinələr aparırlar. Amma elə deyir ki, udquna bilmirəm, udqunanda elə bilirəm ki, nəsə qalıb, nəsə. Bu hissiyat olur. Baxın, askaritlər də gecə yatan zaman ağız boşluğuna qədər gəlib qayıdır. O boğulma hissini yarada bilir. Həmçinin də angilostomalar qida borusunda məskunlaşdığı üçün xəstələrdə bəzən orada udqunma aktının pozulmasında, bəzən həddindən artıq görürsünüz boğulma hissinin olmasında o parazitlərin rolu var. Yəni bu vacib bir əlamətdir. Bu boğulma hissinin ola bilir. olması. Yəni biz demirik sırf hamısında budur. Amma yəni bu da şübhə ola bilər. Şübhədən də betər bu qurd növünün əlamətləri budur. Yəni xəstə əgər narahatsa, səbəbsiz boğulmalar hiss eləyirsə, bronxdan da ola bilər, biz başa düşürük, allergik tutmalardan da ola bilər. Amma elə zaman olur ki, heç nə tapılmır və yenə də düşünmək olar ki, parazit də yoxlanılsın. Hamilələrdə də biz bayaq qeyd etdiyiniz kimi, əgər vaxtında, anında aşkarlanmırsa, hamilə olaraq o xəstə parazitlə bir yerdə hamiləliyi keçirirsə, o təbii ki, onda çox böyük narahatçılıqlar verəcək. Onu qeyd edim ki, bayaq siz yaxşı bir söz dediniz ki, hamilə olmamışdan qabaq... Hamiləlik planlamasında daha gözəl olar ki, bunu nəzərə alsınlar. Mütləq o nəzərə alınmalıdır. Çünki hamiləlikdən sonra onlara o qurd dərmanları vermək toksik təsiri var, zəhərləyici təsiri var. Həm ana üçün, həm uşaq üçün təhlükəlidir. Ona görə qurd xəstəliklərinə biganə qalmaq olmaz. Parazitar xəstəlikləri bugün gündəmdə nə qədər aktual etsək, nə qədər desək də azdır. Əvvəllər, məsələn, dünya statistikasında bu saat ən önəmli yeri olan, məsələn, məhz elə bu saat parazitlərə aid olan elmi işlərdir, elmi araşdırmalardır. Çünki bir çox xəstəliklərdə, bayaq dediyiniz kimi, xərçəngin belə yaranmasında böyük rolu var. Doktor, bunu təkcə Azərbaycanda söyləmirlər. Bütün dünya tibbində hal-hazırda bununla bağlı hər gün məqalələr, hər gün məlumatlar çıxır və parazitar xəstəliklərin, qurd xəstəliklərin, məhz bir çox xəstəliklərin kökündə dayandığı araşdırılır və söylənilir. Həmçinin bura onkoloji xəstəlikləri də aid edirik. Təbii ki, bütün növ onkoloji xəstəlikləri bura aid etmək olmaz. Bir neçə növ onkoloji xəstəliklər, hansı ki, məhz parazitar xəstəliklər onların kökündə dayanır. Bəli, törədə bilir. O da nədən? Bəzən parazit orqanizmin istənilən yerində məskunlaşır və orada sürfələrini qoyur. Ona qurdun yenə də növündən asılı olaraq, məsələn, ləmbulyalar parazitlərin bir növüdür, əmöblərə aiddir. Amma parazitar xəstəliklər sırasında ləmbulya ən öndə olan parazit növüdür. Qurdların bir növü sayılır, amma əslində onlar bir hüceyrəli olduğu üçün onlara, məsələn, biz əsasən çalışırıq ki, qurd xəstəliyi kimi insanlar bildiyi üçün o haqda ətraflı məlumat verək. Qurdun növündən asılı olaraq orqanizmdə müəyyən simptomlar yarana bilir. Eyni qurd 5 adamda ola bilər, 5-ində də fərqli ola bilər. Yəni, özünü fərqli göstərə bilər. Göstərə, bəli. Bu da orqanizmdən asılı olaraq bu görünə bilər. O demək deyil ki, flankəsdə askarit var, onda övrə var, onda qaşınma var, iştahsızlıq var, allergiya yaşayır, qarın şişkinliyi var. Amma o birisi adamda heç bir simptom olmaya bilər, aşırı yeməyə meyilli ola bilər, elə uşaqlar da çox gəliblər. Biz belə xəstələri, biz praktikamızda bunları müşahidə eləmişik. Ona görə simptomsuz da keçə bilər. Ani bir allergiyadan müayinə olunan zaman aşkarlana bilər ki, elə bunda bu boyda əlamətin hamısı qurdun əlaməti. Doktor, sözünüzə qüvvət bir xanım izləyicimiz yazır. Deyir, 32 yaşım var, daimi qarın şişkinliyim var, analizlərim normal çıxır, artıq bilmirəm nə edim. Məlayət xanımı çox diqqətlə dinləyirəm. Bu parazitlə bağlı ola bilərmi? Baxın, parazitlə bağlı ola bilər. Amma nə baxımdan? Parazitin toksik təsiri artdıqca mədə-bağırsaq sistemində məsələn, həzm prosesi pozulur. Həzm prosesi pozulduqda
Məsələn, karbon qazlarının yaranması, köpük yaranması o şişkinliyi yarada bilər. Amma başqa bir problemi varsa, onu mən dəqiq bilmədən deyə bilmərəm. Çünki elə xəstəliklər var ki, məsələn, qaraciyərin ödün funksiyası pozulanda da o şişkinlik yarana bilər, köp gəyirmə. Mədə bağırsaqdan da ola bilər, mədə bağırsaq eroziyaları, yaraları da olur. Məsələn, bu o demək deyil ki, xəstə bu günləri hamısını biz parazitə bağlayaq. Başqa yanaşı gedişli xəstəliklər də ola bilər. Paraziti də ola bilər, amma mədə xorası da ola bilər. Məsələn, elə uşaqlar var ki, polipdən əziyyət çəkir. Polipi olan uşaqlar çoxdur. Öd kisəsində, bağırsaqlarda, poliplərdə də parazitlərin rolu böyükdür. Yəni poliplərin yaranmasında mı, doktor? Bəli, poliplərin yaranmasında, parazitlərin Rus alimlərinin araşdırmasında burada var, göstərir ki, poliplərin də yaranmasında var. Öd kisəsində polipin yaranması, bağırsaqlarda polipin yaranmasında parazitar xəstəliklərin deyərdim ki, rolu böyükdür. Və doktor, bax, elə bağırsaq söylədiniz. Bəzən insanlar düşünür ki, parazitlər yalnız bağırsaqda olur və başqa orqanlarda olduğundan xəbərsizdirlər. Mən istəyirəm ki, bu barədə də onlara məlumat verək Baxın, ki, olurmu başqa orqanlarda da parazitlər? Bax, göz həkimləri çox göndərirlər bizə. Göz dibində də ola bilər, ürək qan-damar sistemində də ola bilər, mədə bağırsaqda da. İstənilən ağciyərdə də, exnokoklar, məsələn, qaraciyərdə daha çox yayğındır. Yəni, parazitlər orqanizmin harada dediyim kimi sabit mühit tapırsa, orada inkişaf edib qala bilir və o nekrozlaşmış, o bayaq dediyiniz xərçəng gen yaranmasında düşdüyü yerdə ölür, orada nekrozlaşma yaranır, orada şişlərin yaranması müşahidə olunur və bədxəstəlik şişə çevrilə bilir. Bax, bir izləyicimiz yazır ki, mən exnokokdan əməliyyat olmuşam 3 il bundan əvvəl. Bilirik ki, exnokok yalnız Məlahət xanım da dəfələrlə studiyamızda bunu söyləyib ki, əməliyyat vasitəsilə xaric edir. Kimsə deyirsə, inandırıcı deyil. Doktor, və sual verir ki, əməliyyat olmuşam 3 il bundan əvvəl, yenidən yarana bilərmi? Təbii ki, yarana bilər. Yəni, bu yoluxmadır da. Yarana bilər, yoluxmadan da betər. Əgər orada kista tam götürülmürsə, yəni tamamilə çıxarılmırsa, tamamilə götürülmürsə, balaca bir hissəsi də qalsa yenidən inkişaf eləyə bilər. Yəni ona görə diqqətli olsun əziz izləyicimiz. Parazitar xəstəliklər hər zaman izləyicilərimizin maraq dairəsində olan mövzulardır və analar bizə çox yazırlar. Əziz analar, ümumiləşmiş şəkildə bu sualı doktorumuza ünvanlayacağım. Deyirlər, Məlahət xanımdan soruş, övladlarımız diş qıcıyırlar gecələr. Yəni bu hər zamanmı parazitlərdən xəbər verir? Baxın, praktikamızda bunları biz çox müzakirə edirik və baxırıq. Diş qıcama ilkin əlaməti olaraq parazitar xəstəliklərdə görünür. Bəzən xəstələrdə burun tutulması, burunda olan poliplər ağzın açıq qalmasına gətirib çıxarır. Ağızda, ağız suyunun ifrazı sırf qurd xəstəliyi demək deyil. Ola bilər. Xəstənin burnu tutulursa, allergik həssaslığı varsa, ya burnunda polip varsa, ağzı açıq yata bilər. Və o da balışda həmin o izi qoya bilər. Valideyn də burada şübhələnə bilər qurddan da. Bəli, ağız suyu axa bilər. Amma diş qıcama sinirlə də bağlı ola bilər. Bəli, parazitlə də bağlı ola bilər. Adətən də sinir sistemini qıcıqlandıran qurd olduğu üçün birbaşa, məsələn, ən çox nədən rast gəlinir? Paraziti olan uşaqlarda diş qıcama olur. Məsələn, görürsən ki, böyüklərdə də ola bilir. Amma yoxladıqda aşkarlanır ki, qurdu var. Yəni, bir də valideynlərin ən çox narahat olduğu məqam, hansı ki, o valideynlər ki, övladları tez-tez xəstələnir, tez-tez xəstələnən uşaqların valideynləri. Bir valideyn yazır ki, övladımda qurdlardan, parazitlərdən şübhələnirəm. İmmunisiyeti zəiflədə bilərmi parazit? Çünki çox tez-tez xəstələnir uşaq. Bəli, immun sistemin zəif olması parazitlərdən də ola bilər. Parazitlər olanda, baxın, iştahı pozulur, qidalanma zəifləyir, uşaq əsəbi gərgin olur. Təbii ki, iştahı pozulan uşaq lazım olan vitaminlər, minerallar bağırsaqlarla orqanizmə sorulmur. Sorulmadığı üçün vitamin balansı zəifləyir, iştahsızlıq, halsızlıq əmələ gəlir. Bunların təbii ki, qurdla əlaqəsi çox böyükdür. Bir də siz hər zaman deyirsiniz, boyu və çəkidən geri qalırlar belə uşaqlar. Hətta enurezlərdə belə, sidik qaçırma uşaqlarda, gecə sidik qaçırma belə parazitar xəstəliklərlə əlaqəli ola bilir. Belə xəstələrimiz çoxdur. Nərgiz klinikasında
tibbin bütün sahələrindən əhatə olunur. Yəni profilimiz genişdir, ginekoloqlar var. Hətta məsələn biz heç vaxt, məsələn mən gəlirəm efirə. Onlar daha çox simasısınız da bəli. Amma bizim hörmətli professorumuz Lalə xanım Allahverdiyeva, allergoloqumuz fəaliyyət göstərir. Əməkdar həkimimiz. Bəli, əməkdar həkimimiz, bizim sevimlimiz. Həmçinin də ginekoloqdur, androloqdur, nevroloqdur, endokrinoloqdur. Ən gözəl detskada uşaq nevroloqu bizim klinikamızda fəaliyyət göstərir. İnfeksion xəstəliklərlə bağlı infeksionistlərimiz var. Fizioterapiyamız var geniş. Bundan başqa böyük kosmetoloji şöbəmiz var ki, kosmetologiyanın bütün deyərdim ki, ən müasir avadanlıqları klinikamızdadır və bugün mən çalışacağım ki, gələn verilişlərdə Günel xanımı da gətirir. Çox gözəl olar. Günel, məsələn, Fatona lazerlə məşğuldur. Fatona lazer bugün qış aylarında xanımlar üçün çox önəmlidir. Yəni, dərinin yenilənməsi üçün çox effektivdir. Aradan qaldırılması üçün. Xırda mimik qırışlardır, dərinin üst sloyunun yenilənməsi, cildin dəyişməsi. Çox effektiv fraksion lazerimiz var. Fatona fraksion lazerdir. Mən heç kimin işini pisləmək, fərqləndirmək istəmirəm. Yəni, o gördüyünüz o kiçik cihazlar, fraksion lazerlər bundan fərqli olaraq bizimki Amerika istehsalı olan Fatona lazer çox elə kadrlarda da Günel xanımı görürük hal-hazırda. Təsəvvür eləyin ki, bu prosedur xanımlar üçün çox önəmlidir. Düzdür, mən həmişə deyirəm, daxili xəstəliklər də önəmlidir. Amma Fatona lazer xanımlarda əllərinin üstünü, əllərində olan mimik qırışlarında, xırda qırışların götürülməsi, üz nahiyəsində olan qırışların tam aradan qaldırılmasında o çox effektiv təsir var. Və xalların yandırılması. Plexer Plus aparatımız da var, həm Fatonada da var. Jetpil var, Aleksandrit lazerimiz var. Yəni, kosmetologiya bizdə geniş sahədir. Yəni, müxtəlif spektrli, müxtəlif istiqamətli bir klinikadır Nərgiz Tibb Mərkəzi, amma əsas kökündə təbii müalicələr dayanır və 20 ildir ki, Nərgiz Klinikası, Nərgiz Tibb Mərkəzi fəaliyyət göstərir. Başda dəyərli bizim həkimimiz, tərəqqi medallı, tibb elmləri doktorumuz, Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlaət Qəhrəmanova olmaqla bütün kollektiv uğurlar arzulayıram və bir xəbərim var. Mən elə buradan Logos Psixoloji Mərkəzini də, Tərənə xanımı da salamlayıram və bilirəm ki, Nərgiz Klinikasının həkim kollektivi yanvarın 17-si Gəncədə, Gəncə Logosda, 24-ü Qubada, Quba Logosda və 31-i Lənkəran şəhərində yerləşən Logos Psixoloji Mərkəzində həm nevropatoloq həkim orada olacaq, həm kosmetoloq həkimimiz Günel xanım orada olacaq və tibb elmləri doktoru Məlaət Qəhrəmanova başda olmaqla. Mən onu da deyim ki, bax, bizim bu bölgələrdə olmağımız nə qədər xəstələrə biz köməyimiz olur. Bəli. Orada nə qədər biz xəstənin xəbəri olmadan bəzi xəstəlikləri aşkarlamışıq. Şəkəri olan xəstələrdə, daş olan, öddaşı olan xəstələr, bəzən sidik kisəsinin iltihabı, sidik kisəsində olan iç daşlardan xəbəri olmayan xəstələrdə bunları biz aşkarlamışıq. Bununla yanaşı parazitar xəstəliklərdə çox geniş yaygındır rayonlarda. Onlarda dəri problemi olan xəstələr çox effektiv nəticələr alıblar bizim sayəmizdə. Yəni 20 il əziyyət çəkən xəstəmiz şükür Allaha ki, bugün öz sağlamlığına qovuşub. O qədər onun üzündə iltihab, irin, çirk var idi ki, uşaq sosiallaşa bilmirdi, heç yerə getmirdi. Həmçinin də qulağının içində olan o irin çirk, hətta qulağına aslajlayan deyərdim ki, qulağında eşitməni azaltmışdı və bu baxımdan da demək istəyirəm ki, yəni bizim bölgələrə getməyimizi Lənkəranı o qədər dedilər, axır proqrama Lənkəranı da saldı. Sevinirəm ki, Cənub bölgələrə gedəcəksiniz. Yanvarın 17-si Gəncə, 24-ü Quba, 31-i isə Lənkəran şəhərində yerləşən Logos Psixoloji Mərkəzdə baş tutacaq bu qəbul və əlaqə nömrəsini ekranlarda görürsünüz. 051 388 70 70 012 541 70 70 elə Qubadan da çox yazırdılar doktor. Hətta elə indi belə soruşanlar var. Quba yaxındır, rahatdır bizə getmək. Elə Lənkəran da maşallah yollar gözəldir. Lənkəran da çox gözəldir
Mən istərdim bütün bölgələrimizə gedək. Zaqatala, Balakən, Şəki, oradan da çox Gəncəyə yazarlar gedəndə var. mən də sizlə gedəcəm. Çünki İnşallah. Gəncədə də bir səfərimiz olmalıdır. İnşallah. Bəli, çox sevinərik. Həftə sonuna salırsınız. Çox gözəl, çox gözəl. İnşallah, bərabər Çox sevindirici gedərik. olur. Təbii ki, biz Arla dəfələrlə görüşmüşük. Keçən dəfə də sizi gözlədik. Gördüm, soruşdunuz ki, Günay niyə gətirməmsən? Bu dəfə Ona görə gələcəm bu Allah dəfə qoysun. mütləq gələrsiz. Çox sevinərik Allahın köməkliyi ilə. Uğurlarınız bol olsun hər zaman Təşəkkür Məlahət edirəm. xanım. Şəmkirdir, Qazaxdır, Tovuzdur, məsələn Bərdədir. Onlar yaxındır da Gəncəyə. Bunlar, bu insanlar Yaxın ərazilərdən, Ağcabədidir, bəli, yaxın ərazi, Goranboydur, Mingəçevir. Onsuz da gəlir o bölgələr. Amma yenə buradan elan edirəm ki, hər kəs istədiyi zaman, yəni ora qeydiyyata düşə bilər. Amma əvvəlcədən yazılsalar yaxşı olar. Bəli. İnşallah ayın 17-si Gəncədə olacaq. 24-ü isə Qubada gələn həftə. İnşallah. 31-i isə Lənkəranda, cənub bölgəmizdən qoşula bilərsiniz və mən bir məsələni vurğulamalıyam ki, bax bizə xaricdən bizi izləyən həmvətənlərimiz də olur, hansı ki mesajlar yazırlar müəyyən problemlərlə bağlı. İstər bu saç tökülməsi olsun, istər dəri problemləri olsun və söyləyirlər ki, inanın deyir, mən əslində mən bilirəm bunları, sadəcə mənə bir də onu təsdiq. İnanın deyir, biz Məlahət xanımın yanına gəldik, biz bundan əvvəl dünyanın bir çox ölkələrinə müraciət etmişdik. Şükür Allaha imkanımız da var. Müxtəlif həkimlərə getmişdik, amma bizim dərdimizə, dəri problemimizə, saç tökülməmizə çarə edən olmamışdı. Məlahət xanım bu çarəni Azərbaycanda Nərgiz Tibb Mərkəzində etdi. Ancaq mən sizə deyim ki, indi inşallah Türkiyədə, Ankarada bizim parazitar xəstəliklərlə və saçla bağlı olan məhsullarımız tam elmi araşdırması da aparıldı, təsdiq də olundu. Orada da istehsalı başlayacaq. Hətta dedilər nümunələri artıq eləmişik. Qonaqlarımız buradadır bugün də, Bakıdadılar. Bəli, yeni bir mərkəzimiz də olacaq Allahın köməkliyi ilə. Burada nəyi qeyd eləmək istəyirəm? Bugün, məsələn, Türkiyənin özündə belə uzun müddət, məsələn, orada da var parazitar xəstəliklərə aid dərmanlar var. Güya yoxdur, dünyanın hər yerində var. Amma mənim preparatımı təcrübə elədilər. Bütün o dərman preparatlarından ən yüksək göstəricini mənim preparatım verib. Ona görə bizim parazitalgin siropumuz və kapsulamız çox yüksək göstərici verdi və ona görə də indi onun istehsalı başlayacaq. Məlahət balzamını niyə demirsiniz ki? Hansı ki o da sizin ixtiranızdır? Həqiqətən də balzamlarımız, bax, Koreyada 3 dənə medal aldım. Birinci medalı, qızıl medalı məhz balzamlara görə aldım. İkinci medalı öd və qaraciyər xəstəliklərinə, üçüncünü parazitologiya üçün aldım. Amma Londonun özündə fəxri professor diplomunu məsələn mənə təsdiq ediblər sırf balzamlara görə. Bax bu görüntülər İngiltərədə, Londonda olan zaman oradan olan görüntülərdir və bu Oxford Universitetində liderlər samitində sırf balzamın ixtiraçı alim kimi mənə o diplom təqdim olundu. Yəni bunu demək istəyirəm ki, balzam və parazitar xəstəliklər üçün olan dərmanların bugün bir çox ölkələrdə də, hətta Əfqanistanın səfirliyindən nümayəndə var idi konferansda. Onlar da belə müraciət olunacaq və buradan həmin uşaqlar üçün, alopesiyası olan uşaqlar üçün səfirlikdən xəttinlə onlar üçün bu məhsullar göndəriləcək və o uşaqların müalicəsini aparacaq. Bu hamısı sizin ixtiralarınızdır. Məlahət xanım bizim ixtiraçı alimimizdir. Mən istəmirəm burada çox şey deyim, amma ki, həqiqətən də mən özüm sevinirəm ki, bizim ölkəmizin məhsulları başqa ölkələrdə bu qədər qiymətləndirilir. Hətta bir xəstəm var idi, yaşlı kişi idi, imkanı siz demişkən olan adamdır, dünyanın hər yerini gəzir. Moskvada ona demişlər ki, bu xəstəlik sağalan deyil, dərisində problem var idi. Deyir, mən getdim həmin həkimin yanına, dedim ki, baxın, mən Azərbaycanda sağalmışam. Dedim hələ ki, o resepti mənə ver. O həkimin reseptini mənə ver. Məlahət xanımın xüsusi müalicə üsulları var və mən bunu nəyə görə söyləyirəm? Bizdə də ailəmizdə belə bir hal yaşanmışdı. Çox yaxın bir insanın bir problemi yaranmışdı. Dəri ilə bağlı problemi idi. Və heç bir yerdə, belə deyim də, müxtəlif həkimlərə müraciət elədik. Bu, xarici ölkələrdə oldu və onun çarəsini bizim Məlahət xanım tapdı. Mən çox sevinirəm ki, Azərbaycan həkimləri bax belə gözəl nəticələr əldə edirlər və həmçinin də bizim dəyərli Məlahət xanım 20 ilini bu işə həsr edib, ömrünü bu işə, bu sahəyə həsr edib və elə Nərgiz Tibb Mərkəzində böyük bir parazitologiya şöbəsinin açılması da çox sevindirici bir hal oldu. Bəli,
Hər kəs bu haqda danışdı. 43 il stajım var. Maşallah. Onun 20 ili özəl klinika. strukturdadır. Bəli. Özəl Maşallah. sektorda olub. Mən dedim sizin yəqin bir 18 yaşınız var doktor. Bu qədər illərinizi həsr eləmişsiniz. Hər zaman Bəli. belə gözəl, cavan qalasınız dəyərli doktorumuz. Və bayaq İngiltərədə Oxfordlar sammitindən olan görüntüləri izlədik. İstəyirəm o görüntüləri bir də nəzərdən keçirək. Məlahət xanım bu haqda çox zaman danışmaq istəmir, amma vurğulayım ki, İngiltərədə Oxford Liderlər sammitində Məlahət xanım məhz ixtiralarına görə Oxford Birliyinin fəxri professor diplomu ilə və qızıl medalı ilə təltif olunub. Bax, bu o qızıl medaldır və o qızıl medal hal-hazırda Azərbaycandadır və bu Azərbaycan adına bir uğurdur Məlahət Təbii ki, xanım. orada mənim Azərbaycan haqqında böyük ingilis dilində ilk təqdimatımız var. Hər zaman bax uğurlarınız belə Çox bol sağ olun. olsun və əziz tamaşaçılar görürəm suallar yazırsınız. Çalışdım ki suallarınızı ünvanlayım, amma sualları oxunmayan izləyicilərimizə səslənmək istəyirəm ki 051 388 70 70 012 541 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz və Məlahət balzamlarından danışdıq. O balzamları soruşanlar var. Elə Nərgiz Tibb Mərkəzinin özünün apteki var, əczaxanası var. Ora müraciət edə bilərsiniz. Həmçinin çatdırılması da var. Mən izləyirəm sizin canlı yayımları Məlahət xanım. Bəli, keçən dəfə gördüm. Xəbərim var. Hansı Bəli, ki görürəm. orada soruşurlar Çox sağ olun, sizdən. təşəkkür edirik. Siz var Həqiqətən olasınız. də balzam və gellərimiz çox dəyərlidir və bu gün saç dökülməsinin qarşısını almaqda bizim ən çox gördüyünüz o xəstələrdə uğurlarımız məhz o balzam və gellərin sayəsindədir. Çünki alopecia xəstəliyinin əsas kökünün müalicəsində balzam və gellər durur. İnsanlar saç dökülməsini o qədər sadə baxırlar. Siz onu fikirləşin ki, orqanizmanızda olan bütün xəstəliklərin birinci siqnalı saçınızdır. Saçın müalicəsi o qədər qəlizdir ki, amma insanlar adi bir serumdan, bir karvalol aldım, nə bilim, qarçişnik çəkdim başıma, mixək çəkdim, saçım çıxacaq deyə bu şeylərdən istifadə edirlər. Kökündən həll olmaq. Amma kökündən həll olmaq üçün bizim daxili orqanlar çox önəmlidir. Hormonların da rolu var, sinir sisteminin də rolu var, mədə bağırsağın da, parazitlərin də, ödqara ciyərin də, vitamin balansının normal olmaması. Bunlar təbii ki, orqanizmdə, saçda, dəridə çox önəmlidir. Məsələn, elə xəstələr var ki, elə bilir ki, hansısa şampu, gələn kimi deyir, filan şampunu aldım, yudum, biraz xeyri oldu. Psixoloji olaraq özünə elə gəlir ki, bu xeyri olub, amma o yuucu vasitədir, o ona heç bir şey eləyə bilməz. Daxildə vitamin balansı olmayan, mədə bağırsağı xəstə olan insanda sorulma prosesi yoxdursa, bu saç nə ilə qidalanacaq? Bunun qidalanması pozulursa, təbii ki, o orqanizmdə heç nə inkişaf olmayacaq. Bu faydalı məlumatlar üçün, bu faydalı bilgilər üçün dəyərli Məlahət xanıma təşəkkür edirik. Elə izləyicilərimizin adından çox sağ ol yazan izləyicilərimiz var. Hansı ki, bayaqdan doktorumuz bir-bir suallarını cavabladı. Həm elə ATV-nin canlı yayımında, həmçinin də bizim TikTok platformamızın canlı yayımında və doktorumuzla əlaqə 051 388 70 70 012 541 70 70 yanvarın 17-si Gəncə, bir daha xatırladıram 24-ü Quba, 31-i isə Lənkəran şəhərində yerləşən Logos Psixoloji Mərkəzində qəbul keçiriləcək. Qəbula əvvəlcədən yazılmaq şərtdir. Məlahət xanım, təşəkkür eləyirəm bir daha. Minnətdaram. Biz isə